Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natavan Camalzadə, kurikulum üzrə təlimçi müsahibənin növbəti günündən hər birinizi salamlayıram. Müəllimlər, 25 sentyabr müsahibə suallarını sizinlə paylaşıram ənənəmizə sadiq olaraq. Bilirsiniz ki, hər gün mən müsahibədə verilmiş sualları paylaşıram və bunun üçün siz bizim YouTube kanalımıza abunə olun və videonu zəhmət olmasa bəyənin, əməyə hörmət olaraq. Və onu da qeyd edim ki, siz abunə olduqda biz sualları paylaşarkən hər gün sizə bildiriş gələcək. Həmişə müəllimlərə deyirəm ki, icmalın 5-ini də öyrənmək lazımdır. Müəllimlər deyir, Natvan müəllim, 1 icmal əzbərləsək, 2 icmal əzbərləsək yetərlidir? Xeyr, yetərli deyil. 5-ini də əzbərləmək lazımdır. Bu günə qədər müəllimə seçim verirdilər, hansı mövzunu istəyirsən danış. Bu gün artıq özləri deyiblər, filan mövzunu danış. Yəni icmalı özləri seçib müəllimlərə deyiblər ki, filan mövzunu danışım. Növbətdə suala baxırıq, diaqnostik qiymətləndirmə nə vaxt aparırsınız? Ümumiyyətlə müəllimlər, qiymətləndirmə müsahibə mərhələsinin ənənəvi sualıdır. Yəni hər il hər seans müsahibə suallarının içərisində qiymətləndirməyə aid sual olur. Ona görə də qiymətləndirməyə mütləq şəkildə diqqət yetirin. Diaqnostik qiymətləndirmə bütün qiymətləndirmədən əvvəl aparılan bir qiymətləndirmədir. Diaqnostik qiymətləndirmə dərs ilinin əvvəlində aparılır, bölmənin əvvəlində, sinifdən sinifə şagird keçərkən diaqnostik qiymətləndirmə aparırıq. Biz şagirdlərin ilkin vəziyyətini, sinifin ilkin vəziyyətini müəyyən etmək üçün diaqnostik qiymətləndirmə aparırıq. Növbəti ikinci sual bu cür olub ki, diaqnostik qiymətləndirmə apardıqdan sonra görsəniz ki, sinifin 50%-i aşağı nəticə göstəribsə nə edərsiniz? Təbii ki, mən diaqnostik qiymətləndirməyi niyə aparıram? Aparıram ki, bu sinifin səviyyəsini müəyyən edim. Sinifin də səviyyəsini müəyyən etdikdə mən görsəm ki, buradakı şagirdlərin 50%-i aşağı nəticə göstərir. Mən bir müəllim olaraq əlimdən gələn edərəm ki, bu şagirdlərin nəticəsi yüksəlsin. Biz diaqnostik qiymətləndirməni elə ona görə aparırıq ki, səviyyəni bilək, səviyyə aşağıdırsa səviyyəni qaldırmağa çalışaq. Bir müəllim olaraq əlimdən gələni etməyə çalışaram. Yəni burada innovativ müəllim olaraq, yeniliklərə açıq bir müəllim olaraq çalışaram ki, dərsi interaktiv üsulla keçim ki, şagirdlər dərsdə daha aktiv olsun, şagirdlərin marağına, potensialına, qabiliyyətlərinə uyğun olaraq dərs təşkil edərəm. Müxtəlif aktivləşdirici iş üsulları, iş formalarından istifadə edərəm ki, dərs daha keyfiyyətli, daha maraqlı keçsin ki, şagirdlər daha dərindən öyrənmiş olsunlar. Sonra üçüncü sual bu cür olub ki, şagirdlər dərsdə çox səs-küy salarsa nə edərsiniz? Bu sualın izahına başlamamışdan əvvəl onu qeyd edim ki, müəllimlər, bizim fərdi dərslərimiz üçün dərs qeydiyyatımız davam edir. Müsahibənizin neçə gün qalmasından asılı olmayaraq, bu 5 gün ola bilər, 1 həftə ola bilər, 10 gün ola bilər. Bizim xüsusi dərs proqramımız var ki, yəni bütün müsahibə proqramını bu 5 günə biz sığdırıb proqramı sizə tam mənimsədə bilirik və fərdi dərslərimizə qoşulmaq üçün 050 837 0305 nömrəsinə yazaraq dərslərimiz haqqında geniş məlumat əldə edə bilərsiniz və həmçinin dərslərimizə qoşularkən 5 icmal da sizə hədiyyə veriləcək. Şagird dərsdə çox səs-küy salarsa, birinci müəllim bir müşahidə qabiliyyəti olmalıdır ki, bu səs-küy necədir? Hansı səs-küydən söhbət gedir? Əgər mən qrup işi təşkil etmişəmsə, burada müzakirə gedirsə, bu səs-küy olması normaldır, amma bu işgüzar səs-küy olmalıdır. Xaotik səs-küy olmalı deyil. Yox, əgər işgüzar səs-küy deyil, yəni burada şagirdlər dərsdən kənar bir səs-küy salırlarsa, bu artıq müəllimin sinifi düzgün idarə etməməsindən xəbər verir. Çünki səriştəli müəllim, peşəkar müəllim, qayda, prosedur gözləntiləri olmalıdır və hər kəs də bu qaydalara əməl etməlidir. Sinifdə əlavə səs-küy salmaq olmaz, dərs prosesini pozmaq olmaz. Təbii ki, əgər səs-küy olarsa, mən qaydaları şagirdlərə xatırladaram, şagirdlərin hüquq vəzifələrini şagirdlərə xatırladaram və əlavə bir səs-küyün olmasına, əlavə hər hansı bir söhbəti, müzakirənin olmasına sinifdə icazə vermərəm. Növbətdə 4-cü suala baxırıq. Zəif oxuyan bir şagirdin valideyni gəlib sizə bildirsə ki, niyə mənim uşağım zəifdir, nə edərsiniz? Əgər valideyn gəlib mənə belə bir fikir bildirsə, ümumiyyətlə mən müəllim, valideyn, şagird üçbucağını həmişə qoruyan bir müəlliməm.
və daimi valideynlərlə əməkdaşlıq edirəm. Bütün valideynlərin uşaqlarının dərsə davamiyyəti, dərsə marağı, qiymətləndirilməsi haqqında valideynlərə mütəmadi olaraq məlumat verirəm. Əgər valideyn gəlib mənə belə bir söz də deyərsə, mən valideynlə söhbət edərəm və izah edərəm ki, hər bir uşaq fərqli potensiala, fərqli qavramaya malikdir. Yəni biz inklüziv təhsildə də bunu vurğuluyuruq ki, şagirdlər müxtəlif qavrama müxtəlifliyi var. Hamı dərsi eyni cür mənimsəyə bilməz, hamı dərsi eyni cür oxuya bilməz. Amma şagirdin zəif olmasına baxmayaraq, səriştəli müəllim zəif şagirdin də maraq, potensialına, qabiliyyətinə uyğun olaraq buna dərslər, tapşırıqlar verməlidir və valideynlə biz fərdi şəkildə müzakirə apararkən, söhbət apararkən, yəni izah edirik ki, bu şagirdin nəticəsini qaldırmaq üçün, bu şagirdi inkişaf etdirmək üçün, yəni məktəbdə mən nəzarət etməliyəm, evdə siz nəzarət etməlisiniz. Yəni şagirdi daimi nəzarətdə saxlayaq, şagirdin marağına uyğun olaraq, ən əsası qabiliyyətinə uyğun olaraq tapşırıqlar, çalışmalar, dərsi izah edərkən bu şagirdi nəzərə almaq lazımdır və valideynə də yəni bu cür söhbət etmək lazımdır ki, hər bir uşaq fərqli potensiala, fərqli qabiliyyətə, fərqli oxuma tərzinə malikdir. Bugünkü müsahibə suallarının izahı bu qədər. Sağ olun, hər birinizə uğurlar.